Salam qızlar, həm shorts, həm də vlog şəklində olan slog videoma xoş gəlmisiniz. Bu slog sözünü də özüm tapmışam, başqa yerdə görə bilməzsiniz. Hə qızlar, səhər oyanan kimi su ilə dolub tulkamı götürürəm əlimə və yanımdan ayrımıram. Nə də olsa əsas sudur. Bu dəfə ürəyim şirin bir şey yemək istədi. ChatGPT-yə evdə olanları yazdım, o da resept verdi. Ay verməz olaydı. Düzdür, hazırladım, yedim çox şükür, amma bir daha hazırlamaram. Daha sonra düşündüm ki, bir kargo videosu var idi. Dedim elə bura əlavə edim. Bağlamanın içində hədiyyə retinol serum da göndərmişdilər. Sağ olsun bir izləyicim sayəsində həmin məhsulun düzgün istifadəsini öyrənmiş oldum. Əgər bilməsəydim çox ciddi problemlərə yol aça bilərdi. Amma Trendyolda sual-cavab bölməsində tamamilə yanlış məlumatlar verilmişdi insanlara. Həftədə bir dəfə istifadə olunmalı məhsulu mağaza hər gün səhər axşam istifadə edə bilərəmmi deyə sual verən xanıma bəli uyğundur cavabını vermişdi. Dəhşətə gəldim. Ona görə də sizə tövsiyəm hər hansısa bir məhsulu istifadə etməmişdən əvvəl yaxşıca araşdırın. Həm günorta, həm də axşam yeməyim olan salatı da yeyib keçirəm kofe hazırlamağa. Karacadan narazıçılıq edənlərin videoları çıxmışdı qabağıma. Aldığım və hələ də istifadə etmədiyim kofe aparatını yoxlamaq istədim. Məndə hal-hazırda istifadədə olan Arzu'nun Okka Mini seriyasıdır. Çox razıyam. Karacanın bu modelində közdə Türk kahvesi rejimi var. Sınadım, amma o qədər də fərqi görmədim. Sir firmasının da göndərdiyi yeməyi pişiklərimizə verib sizlərlə sağollaşıram. Abunə olmağı unutmayın. Hələlik.